Diyalog yoluyla çözmesi en doğru yoldur. Türkiyə prezidenti Erdoğan 2 gün qabaq bəyan elədi ki, terrorizmi dəstəkləmə ittihamı ilə Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin, Misirin, Bəhreynin və bir sıra başqa ərəb ölkələrinin Qətərə qarşı sanksiyaları ilə razı deyil. O narazılıqları danışıqlar yolu ilə həll eləməyə çağırdı. Türkiyə həmçinin Qətərə yardıma qoşun göndərməyə, eləcə də Qətərin ərzağa və suya ehtiyacını ödəməyə də hazırdır. Türkiyə Qətərdə 2014-cü ildə yaradılmış hərbi bazasında 150 əskər saxlayır. Türkiyənin bunların sayını 3000-ə çatdırmaq planı da var. Hərbi baza Suriyada Əsəd rejiminə qarşı çıxan üsyançıları, Misirdə müsəlman qardaşlığını dəstəkləyən Türkiyə və Qətərin səylərinə hərbi kömək üçün yaradılıb. Türkiyəli ekspertlər isə deyirlər ki, həm Səudiyyə Ərəbistanı, həm də Qətərlə sıx əlaqəsi olan Türkiyənin özünü bu münaqişə sınağa çəkəcək. Türkiyə tərəf tutsa ona böyük problem yaranacaq. Qətər Türkiyəni maliyyə cəhətdən dəstəkləyir. Suriya və Misirlə bağlı siyasi məsələlərdə Türkiyəyə dəstək verir. Türkiyə Qətəri dəstəkləməsə, yaxın şərqdə vacib müttəfiqini itirə bilər. Türkiyə əgər Qətərin tərəfini saxlasa, Səudiyyə Ərəbistanını və Körfəz ölkələrini itirəcək. Bu, Türkiyə üçün həqiqətən çox qarışıq vəziyyətdir. Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Süleyman Şənsoyun fikrincə isə ola bilsin bu böhranın həlli Türkiyədən asılı olan məsələ deyil. Yani Katar'ın bir cezalandırılmak istediği anlaşılıyor. Burada hem Suudi Arabistan'ın ve Birleşik Arap Emirlikleri'nin birikmiş olan kızgınlığı hem de Amerika'nın birikmiş olan kızgınlığının bir araya gelmesiyle bir hızlı süreç, beklenmeyen radikallikte bir süreç yaşandığını düşünüyorum. İndiyə kimi 9 ərəb ölkəsi Qətərlə diplomatik əlaqəni kəsib. İordaniya kimi ölkələr isə əlaqələri minimuma endirib.